Hörmətli izləyicilər, biz Məşəddəyik. Günorta saatlardır. Həmişəki kimi biraz sıxılıqdır. İndi sizə çalışacağım hərəmi çəkim. Əli icazə versələr. Hər halda icazə vermirlər. Ona görə biraz çəkiliş problemdir. Nəhayət ki, mən 9 il öncə də Məşəddə olmuşdum. Bu mənim ikinci bələdiyyə ilə, dilin desək, ikinci barımdır. İkinci bardır gəlmişəm. Əlhəmdülillah mən ağam İmamımız ağa nəsib edib ikinci dəfə görüşməyə. Yəni həqiqətən də o qədər pullu şəxslər mən tanıyıram ki, hətta bir tanışım var. Artıq yaxşı olmaz. O belə o boydan pulla gələ bilmir. Gəlib yoldan qayıdır və yaxud da nə bilim nəsə bir problem çıxır. Yəni əlhamdülillah ki, ağam mənə növbət tərəfə imkan yaradıb ki, mən ziyarətə gəlim, ziyarət edeyim ağamı. İndi biz hərəmə tərəf gedirik. İnşallah nəsib olsa İmamımız ağamı çəkəcəyəm. Elə imkan olsa. Mən belə ötəri çəkirəm, yəni qısa. Çünki elə qoymurlar çəkməyə. Gördüğünüz gibi hərəmdir, ağamdır. Mader baba. Selam. Söv. Bilmirəm nə dərəcədə görə bildiniz hərəmin. Burada saat 2 işləyib. Mən qəzaya getməliyəm. Ona görə də mütəxəs olmalıyam. Çalışacağım çöldə çəkim. Bu da mən qəhrəmanam. Gördüyünüz kimi. Özü çəkib ki, bu ayaqqabıları qoyurlar, yeri gəlmişkən deyim, əmanətdir ayaqqabılar üçün. Düşdük. Konkret şey, necə deyim, mesela iki pis çıxması, konkret borikdir. Hörmətli izləyicilər, çox istidir, çox. Harcı 45-47 olar istilik. Eləcə diyan tər tökkünə. Sauna kim bir yerdir, sauna bir havası var. Sauna kim bir yer deyil, estağfurullah, sauna kim bir havası var. مدینه به عمرش ندیدم